Azərbaycan türklərinin dövlətçilik tarixi. Güney Qafqazda yerləşən Azərbaycan Respublikası hal-hazırda Azərbaycan türklərinin yeganə dövlətidir. Ancaq bizim xalqımızın tarixi yalnız indiki sərhədlərdə deyil, İraq, Suriya, İran, hətta bəzən Hindistanın ərazilərini əhatə edib. Bu cür möhtəşəm və cəmiyyətimizin mühüm hissəsinə az tanış olan tarixi səhifələrimiz bizim üçün güclü ilham mənbəsi olmalıdır. Azərbaycan Respublikasında dövlət qurucu etnos Azərbaycan türkləridir. Tarix boyu Azərbaycan türkləri əsasən Azərbaycan Respublikası, Güney Azərbaycan, Türkiyənin şərqində, Gürcüstanın cənubunda, cənub-şərqində, mərkəzi bölgələrində və Dağıstanın cənubunda yaşayırlar. Bundan əlavə, Azərbaycan türklərinin bir hissəsi olan Qaşqaylar İranın cənubunda, Türkmanlar Suriyada və İraqda, Qızılbaşlar adı altında tanınan millətimizin başqa bir hissəsi Xorasanda və Əfqanistanda, İranı adı altında tanınan daha bir hissəsi isə Özbəkistanın Səmərqənd bölgəsində yaşayırlar. Oğuzların Səlcuqların başçılığı altındakı İran, Azərbaycan və Anadolu ərazilərinə axını Oğuz türklərinin bu regionlarda hökmranlıqlarının başlanması ilə nəticələndi. Səlcuqlardan sonra Azərbaycan ərazisini əhatə edən növbəti türk dövləti Eldənzilər və ya Azərbaycan Atabəylər dövləti kimi tanınan dövlət olub. Bu dövlətin qurucusu Şəmsəddin Eldəniz Qıpçaq köklü bir qul olub və Səlcuq imperiyasında əhəmiyyətli xidmətlərindən sonra öz dövlətini qurub. Azərbaycan Atabəylər dövləti 90 ilə yaxın varlığını sürdürüb və Orta Asiya türklərindən olan Cəlaləddin Xarəzmşahla savaşın nəticəsində məhv olub. Atabəylər dövlətinin paytaxtları Naxçıvan, Təbriz, Ərdəbil və Həmədan şəhərləri olub.